Deyirlər Manqolistan heyvan. Bu Manqolistan bunun yanından keçir bə ya. Mən başa xarici ətlə işləmirəm. Yəni işləyən də belə pis baxmıram ha. Yəni Allah hamını ruzsun versin. Amin. Amma mən işləmirəm də. Yəni mən yerli ətlə bax kesimi kesən qardaş bismillah deyirsən də həmişə. Bax videolar var, atırım. Yəni hamısına özüm iştirak edirəm. İştirak eləmədiyimə qardaş. Yəni o qədər əminəm ki, dedikləri sözə. Yəni sizə də əmin eləyə bilirəm. Çox yerdə gəlmişəm Tofiq. 18-19 kilo qoyurlar. Deyir bax 11 kilo, 11 kilo. Amma tərəzi buradadır. Gətirin çəkək. Görək ki, görür neçə kilo. Ət baxanda bilmir. Videonun dalına obyektdə ətləri göstərərik. Qoy müvazilə gətirsin oradan. Ağzını dadın bilən meydan 2-yə gəlsin. Təzə obyektdə. İndi ara geyri həcə. Geyri təzə obyektdə. Bax kuruqdan döndüm baba bu yola. Yəni Tofi formanın geyinini başlayaq. Qutu pərdələri. İnduşkaları göstərəm sən. Bu induşka vallahi mən zakazla gətirmişəm. Göstərdim ya ət dükanında ki mən bunu indi kəsdirmişəm. Sveji. Bax bunun şabalıtlısı, vişnəlisi, kababı. Daha ne deyirsən? Yəni bizdə bir səndə bu deyəmir. Şirəli maça. Burada Allah'ın izni ilə qazan yeməklərini biraz çoxaltmışıq. Ha tabii, şapalaqlar. Bu şapalaq adi mangalda vermək üçündür. Bu da şapalaq adi mangalda vermək üçündür. İndi sənə göstərim, şirəli dana içində şapalaq gəlib birbaş qoyur şapalaq. Bunlar da gəlib şirəli dana içində, amma buna bax, qabırğasına. Quzudan bir damcı qalındır. Baba, dananın belləri. Dana bastırması üçün. Cağdır ya, can əti də üstündə. Məsələn də bu belə var, bütöv belə var. Yəni, həcinlə məhsulla işləyir, onu göstərir də, qardaş. Bizdə heç nə gizlin deyil. Bu da quzuların salatıdır. Yəni, sən buna bax. Gözəlliyinə bax. Neynir, yəni bir ət dükanı açmışıq, Tofiq. Başqa bir dənə sən qaldım, nə özünü də göstər, çox istəyirlər sən. Həci meydanda.